Çox üzr istəyirəm. İlk öncə özümü təqdim edeyim. Aida Qurbanova. Ə, Hardasa artıq 7-ci ilə yaxındır ki, mən xarici təhsil sahəsində çalışıram. Son 3 ildir də ki, özümün şəxsi olaraq şirkətim var. Biz əsasən Almaniyada təhsil üzrə fəaliyyət göstəririk. Amma belə paralel olaraq da həmçinin həm Avropada təhsil, həm də həkimlərin Almaniyada praktikası bu kimi işlərlə də məşğuluq. Sizə ekran share eləyəcəm. Bir saniyə. Seminar. Aha. Mənim ekranım görünür dostlar. Bəli, görsənir. Aha, Sal- sağ Salam müəllimə. salam, axşamınız xeyir. Ə, Əvvəla onu deyim ki, bu günləri, yəni mən ən çox Avropa universitetlərindən bakalavr, magistr üzrə müraciətlər haqqında danışacağıq ki, nələr lazımdır, siz hardan sıfırdan başlamalısınız. İlk öncə Avropada bakalavr təhsilindən başlamaq istəyirəm. Yəni 11-ci sinifi bitirən tələbələr 11-ci sinifi bitirən tələbələr necə müraciət edə bilərlər? İlk öncə, yəni 11-ci sinif dönəmində bəlkə də evdə qohumlarınız, bacınız, qardaşınız var ki, məktəbdə oxuyur və artıq bakalavr təhsilini birbaşa olaraq Avropada almaq istəyir. Bunun üçün birinci attestatını almalıdır. Əgər attestatı yoxdursa tələbənin, mütləq arayış almalıdır məktəbdən ki, filan məktəbdə həqiqətən də oxuyur. Bunun tərcümə təsdiqi olsa və hər bir halda mütləq də dil sertifikatı lazımdır. Dil biliyi olmadan yalnızca Macaristanda təhsil almaq olar. Çünki sadəcə bir universitet var ki, hansı ki, hal-hazırda partnyorluq edirik. Keçən semestr artıq 15-ə yaxın ora tələbə verdik. Macaristanda bir universitet qəbul edir. Onlar da necə qəbul edir? Foundation olaraq qəbul edirlər. Yəni birinci dil kursu oxuyacaqlar, daha sonra ixtisasın direkt özünə başlayacaqlar. Yəni mütləq bakalavr təhsili almaq istəyirsinizsə, sizin attestatınız şərtdir və həmçinin də dil biliyiniz mütləq olmalıdır. Macarıstandan başqa ölkələr, onu da vurğulayım. Amma deyək ki, burada hər halda yəni %60, %70 tələbələr hər halda Azərbaycanda bakalavr oxuyan tələbələrdir. Siz əgər magistr təhsil almaq istəyirsinizsə, burada üzr istəyirəm, səhv qeyd olunubdur. Orada diplom olmalıdır. Yəni sizin ya diplomunuz olmalıdır, ya da universitetdə oxuduğunuza dair arayış olmalıdır. Həmçinin də dil sertifikatı mütləqdir, yəni eyni qaydada. Yəni necə deyim, spesifik bir şey tələb olunmur. Düzdür, universitetlərə görə dəyişir, amma belə top universitetlərdə ümumiyyətlə SAT də tələb oluna bilər, GRE, cəmiyyət imtahanları nəticəsi də tələb oluna bilər. Yəni bu dəyişkənliyi göstərir. Məsələn, adi Türkiyənin özündə belə top universitetlər GRE, cəmiyyət tələb edirlər. Məsələn, SAT ilə qəbul edirlər. Burada heç bir fərqi yoxdur. Yəni tibb təhsilindən tutmuş iqtisadi yönümlü sahələrə qədər, yəni mümkündür. Yəni tələb edirlər bəzi universitetlər. Ümumiyyətlə, hal-hazırda ən çox müraciət olunan ixtisaslar burada yazılanların içində mühəndislikdir, bir də iqtisadi yönümlü sahədir. Bu iqtisadi yönümlü sahədə, yəni finance ola bilər, maliyyə, mühasibatlıq, HR və s. Bütün bunların hamısı yəni müraciət edə bilərsiniz. Bəzən spesifik ixtisaslar olur. Hə, biz artıq ona baxırıq. Hansı universitetlərdə nədir, necədir? Tələbəyə də buna uyğun istiqamət veririk ki, yəni məsələn hansı universitetlərdə təhsil alması daha məsləhətlidir. Ümumiyyətlə yadınızda saxlayın. Burada tək məsələ Nigar xanım, çox üzr istəyirəm. Bağlaya bilərsiniz mikrofonu, zəhmət olmasa. Ümumiyyətlə Avropa universitetlərində uşaqlar müraciətlərdə, yəni şərt deyil ki, sizin IELTS-iniz 8-dir, amma ortalama balınız məsəl üçün 70-dir, 80-dir. Yəni belə olan halda sizin qəbul riskiniz çox aşağı olur. Məsələn, bizim bir tələbəmiz var idi, adi bir real кейslər üzərindən sizə nümunələr verəcəm. Uşağın var idi 8-5 IELTS-i. Amma ortalaması 77 idi, səhv xatırlamıramsa. Yəni biz onu sadəcə Almaniyadan qəbul aldıq. Halbuki Fransa istəyirdi. Məsələn, Fransa universitetlərinin əksəriyyəti ortalamaya çox fikir verir. Yəni rəqabət də çox güclüdür deyə ortalaması 95 plus olanları qəbul edədilər. Yəni onun orada IELTS bir rol oynamadı. Ona görə də mənim sizə məsləhətim odur ki,
mütləq şəkildə siz ortalamanızı yüksək saxlayın. Xüsusən də dördüncü kursa çatanlara üzr istəyirəm. Əvvəldə də kim ki birinci, ikinci kursa da, yəni məsləhət görürəm ki, dördüncü kursa qədər ortalamanızı çox yüksək saxlayın. Çünki fərqi yoxdur. Sizin IELTS-iniz nə qədər yüksək olsa belə də bəzi universitetlər, bəzi ixtisaslar üzrə ortalamaya çox fikir verir. Ümumiyyətlə, hardan başlamalısınız? Mən sizə deyim, yəqin ki, aşağı kurslar da var bu indi qoşulanların içində. Ə, İlk əvvəl, yəni mütləq ingilis dilindən başlayan və yaxud da Almanca təhsil almaq istəyirsinizsə, mütləq Alman dili öyrənməlisiniz. Ə, Alman dilindəki, yəni bilirsiniz necədir? Yəni tələbəyə görə dəyişir. Adam var sırf bakalavr və yaxud da magistr Almanca oxumaq istəyir, adam var ingilis dilində. Bir dənə mif var tələbələrin arasında. Çox eşidirəm. Almaniyada təhsil almaq üçün mütləq Alman dili bilməlisən. Yəni elə bir şey yoxdur. Almaniyada ingilis dilində də IELTS-lə qəbul edən yetəri qədər ixtisaslar var, universitetlər var. O şərt elə bir şərt yoxdur. Yəni bura beynəlxalq tələbələr çox gəlir. Bu arada hal-hazırda özüm Almaniyadayam, Düsseldorf şəhərində yaşayıram. Bura nə qədər tələbələr gəlir, international istənilən ölkədən hamı ingilis dilində gəlir. Yəni Alman dilində şərt olan ixtisaslar, hansı ki onlar ingilis dilində qəbul eləmirlər, hüquqdur, psixologiyadır, hansı ki klinik psixologiyadır, ümumi psixologiyadır, uşaq psixologiyasıdır. Yəni onun sahələri. Ə, Psixologiyada hüquqdur, yəni bir də tibb sahəsidir. Yəni bu üç ixtisas artıq ali ixtisaslar sayıldığı üçün onlara alma dili şərtdir. Yəni siz ingilis dilində təhsil ala bilmərsiniz. Amma digər sahələr, məsələn, mühəndislikdir, iqtisadi yönümlü ixtisaslarda, pedaqoji ixtisaslarda, bəzi pedaqoji ixtisaslarda alma dili tələb olunur, amma bəzilərində tələb olunmur. Məsələn, pedaqoji yönümlü social science ola bilər, educational science ola bilər. Bu tipdə ixtisasları da ingilis dilində qəbul etmək mümkündür. Yəni burada da vurğuladığım kimi akademik göstəricilərinizi yüksək tutmalısınız, sənədlərinizi düzgün şəkildə hazırlamalısınız, hansı ki, bu ilə bağlı təbii ki, istiqamət veririk. Bəzi universitetlər, Riga Texnika Universiteti kimi universitetlər bakalavra gedən tələbələrə intervyu edirlər. Yəni necə? Məsələn, bizim bu il bir tələbəmiz oldu. Artıq o uşağın qəbulu gəlib. Bakalavr üzrə computer science-a müraciət etmişdi. Onu intervyu elədilər. Yəni burada şərt deyil ki, o intervyudan mütləq perfect cavablar verəsiniz. Sadəcə tələbənin analitik düşüncə qabiliyyətini yoxlayırlar. Niyə bu ixtisas? Gələcəkdə məsəl üçün IT olsan, hansı sahəyə, IT-nin hansı qoluna yönəlmək istəyərdin və s. bu tipdə çox sadə bir suallar verirlər. Sırf o analitik qabiliyyətini yoxlamaq üçün. Bir də təqaüd proqramlarına toxunmaq istəyirəm. Ümumiyyətlə təqaüd proqramları çoxdur. İlk əvvəl mənim sizə məsləhətim nədir? Deyək ki, universitetdə oxuyursunuz da, indidən düzdür. Siz birinci araşdırmalısınız ki, hansı ölkə sizin üçün yaxşıdır. Əvvəla məsləhət görürəm ki, ölkə fərqi qoymayın. Yəni, əgər ki, göstəriciniz yetmirsə, ölkə fərqi qoymayın. Əgər göstəriciniz yetirsə, həmin ölkə üçün 100% ancaq həmin ölkəyə müraciət edin. Bir dənə misal verəcəm yenə. Bizim bir tələbəmiz var idi keçən il. Uşağın göstəriciləri sadəcə Latviyaya çatırdı. Yəni, ölkə olaraq Latviya, Litva, Estoniyaya çatırdı. Sadəcə olaraq Latviya, Litva, Estoniyaya çatırdı. O sadəcə israr elədi ki, yox, mən Almaniyada istəyirəm, bir də mən oranı istəmirəm, mən sadəcə Polşa istəyirəm, bir də Almaniya istəyirəm. Və biz ona bildirdiyimiz halda ki, sənin göstəricilərin o ölkələrə yetmir, o ısrarlara rəğmən, yəni eyni halda Latviyaya müraciət eləsəydi, yəni 100% ki, qəbul almışdı. Yəni, belə olan кейslərdə mən sizə məsləhət görürəm ki, əgər göstəriciniz bir ölkəyə uyğun gəlib, digərinə uyğun gəlmirsə, mənim sizə tövsiyəm, eybi yoxdur, o ölkə üzərindən gedin. Zaten siz orada sonradan bir il sonra dəyişə də bilərsiniz. Əsas olan, yəni, təhsilinizə başlamaqdır. Ölkələr arasında fərq qoymayın. Universitetdir, ixtisasdır. Yəni, əsas odur ki, sizin gələcəkdə Avropa diplomunuz olacaq.
Yenə deyirəm, əgər ki, yüksək göstəriciniz varsa, deyək ki, 95 plus ortalamanız var, beynəlxalq sertifikatlarınız var, nə bilim, IELTS-iniz çox yaxşıdır, iş təcrübəniz var. Hə, belə olan halda təbii ki, biz onda tələbəyə durub Latviya, Litva təklif eləmirik. Artıq Finlandiyadır, Norveçdir, bu kimi ölkələr təklif edirik ki, yəni onun yüksək göstəricilərinə də, yəni normal universitetlərdən qəbul gəlsin, yəni top universitetlərdən gedir söhbət. Amma belə yəni orta göstəricisi olan tələbələrə isə, yəni orta standart universitetlər müraciət etmək mümkündür. Ə, Bir də universitetlərdə belə proqram var. Təəssüf ki, Erasmus proqramı Azərbaycanda bağlanıb, amma deyək ki, sizin gəldiyiniz Avropa universitetlərindən birində Erasmus proqramı varsa, məsləhət görürəm ki, elə tipli proqramlara qoşulun. Hətta Azərbaycanda da hal-hazırda Erasmus olmasa belə də Farabidir, Mevlana'dır, bu kimi proqramlar var Türkiyə üzərindən. Bir də Erasmus Mundus proqramı var. Bu magistratura üçündür. Ə, 4 semestr, yəni 2 il boyunca hər semestr fərqli ölkədə olursunuz. 4-cü semestri isə, yəni 3 semestri Erasmus proqramının özü sizə təklif eləyir ölkələrə. 4-cü semestr isə siz öz istədiyiniz ölkəni seçirsiniz. Yəni belə bir şans tanıyırlar. Həmçində ə, onların da təqaüdü yetəri qədər yüksək olur. Yəni o həm vizanı kömək edirlər, həm sığortalarınızı qarşılayırlar, qalma yeri və s. Bunların hər birini təmin edirlər. Ümumiyyətlə təqaüd proqramları ilə bağlı əgər ki istədiyiniz special bir sual varsa ki, filan təqaüd proqramı, siz onun adını yazarsınız, mən sizə haqqda detallı məlumat göndərərəm. Almaniyada təhsil üç cürdür. Həm bakalavr təhsil ala bilərsiniz, həm magistr, həm Ausbildung. Bu arada Almaniyada foundation da var, Alman dili üzrədir. Əgər Alman diliniz A2 səviyyəsindədirsə və yaxud da B1 səviyyəsindədirsə, siz gəlib burada foundation, yəni dil kursu da ala bilərsiniz. Daha sonra da onu bitirəndə artıq universitetin özünə başlaya bilərsiniz. Bunu da DSH deyirlər. Amma ingilis dilində yoxdur bu proqram, onu da deyim. Yəni ingilis dilində təhsil almaq istəyirsə, IELTS şərtdir. Yəni heç bir halda təklif eləmirlər ingilis dilinə foundation. Almaniyadakı sistem digər Avropa ölkələrinə nisbətən başvuruları da çox fərqlidir. Qoyduğu qaydalar da çox fərqlidir və tələbləri də çox fərqlidir. İlk öncə biz attestatla 11-ci sinifi bitirib attestat alırıqsa, biz direkt Almaniya universitetlərinə müraciət edə bilmirik. Biz ancaq müraciət edə bilərik, məsələn, digər Avropa ölkələrindən, hətta İtaliya belə götürür. Siz hal-hazırda 11-ci sinifi bitirmisinizsə, ancaq Almaniyanın özəl universitetlərində təhsil ala bilərsiniz, dövlətdə yox. Çünki dövlət 12 illik təhsil tələb edir. Bu 12-ci ili ya gəlib Almaniyada məktəbdə oxuya bilərsiniz, ya da ki, ya Almaniyada oxuya bilərsiniz 12-ci sinifi, ya da ki, Azərbaycanda birinci kursu oxuyub, ondan sonra gəlib burada bakalavrınızı davam edə bilərsiniz. Azərbaycandakı birinci kurs buranın 12-ci sinifi sayılır. Sadəcə belə bir məsələ var ki, Azərbaycanda bakalavr təhsiliniz ixtisas üzrə hansı ixtisasdırsa, yalnızca o üzrə davam edə bilərsiniz. Deyək ki, mən indi oxuyuram, tutaq ki, Bakı Mühəndislik Universitetində birinci kurs Computer Science-də, amma gəlib Almaniyaya bakalavr təhsilimi davam etmək istəyirəm finance üzrə, maliyyə üzrə. Yəni, bu mümkün deyil. Computer Science üzrə oxuyuramsa, ancaq Computer Science üzrə Almaniyada davam edə bilərəm. Yəni, belə bir şərt var. Bir də ki, əgər ki, Almaniyada 12-ci sinif oxuyacaqsınızsa, Alman dili şərtdir. Yəni, siz student kollecə gedəcəksiniz. Bunun da ki, yəni, özünün kateqoriyaları var ki, məsələn, T kursdur, M kursdur, J kursdur. Bunların hər biri ixtisaslar üzrə bölünür. Məsələn, M kurs medical sahə üzrə gələnlərə aiddir. Məktəb fənləri keçirlər. Texniki fənlər başqa kateqoriyadadır. Yəni, bunun özündə ayrıca kateqoriyaları var. Bunun üçün də mütləq, əgər burada oxuyacaqsınızsa 12-ci ili, ən az B2 sertifikat lazımdır. Tibb sahəsi üçün də C1 sertifikat şərtdir. Bir də ki, Alman dilində əgər təhsil almaq istəyirsinizsə, sizin TESTAV, TEQ, HÖTE, ÖSD bu kimi sertifikatlardan biri lazım olacaq sizə.
Və onu da deyim ki, ÖST-də ən çox Avstriya universitetlərində keçərlidir. Amma yəni Almaniyada dövlət universitetləri də yəni götürürlər. Ondan narahat olmayın. Yəni bakalavr haqqında ümumi bu qədərdir. Gedişat ə, sadəcə 12-ci il məsələsidir və dil sertifikatınızın olmasıdır. Magistrda da isə yəni ki, məsələn, siz artıq iş təcrübənizi qoymalısınız ortaya, ə, dil sertifikatınızı qoymalısınız və yaxud da könüllü fəaliyyətlərinizi qoymalısınız. Beynəlxalq layihələr varsa, onlarda yəni qoşulmusunuzsa, onları eləməlisiniz. Yəni belədir. Bir də ki, Almaniyada belə bir məsələ var. Bu tələbələrin iş məsələsi. Siz əgər oxuyursunuzsa tələbə olaraq həftəlik 20 saat çalışa bilərsiniz. Və belə də ki, yəni siz həmin o belə deyim, çalışdığınız yerdən miqrasiyaya da yəni mütləq bunu bildirməlisiniz ki, siz həm çalışırsınız, yəni oxuyanda da zaten sizin oturumunuz tələbə oturumudur. Bir də ki, Almaniyada müsbət cəhətlərdən biri də odur ki, məsələn, başqa ölkələrdə, bəzi ölkələr var ki, İtaliyada, İspaniyada, bunlarda bu kimi ölkələrdə iş şansı çox-çox aşağıdır. Amma Almaniyada belə deyil. Almaniya bitirirsən, dövlət sənə deyir ki, okay, mən sənə vaxt verirəm 1 il 6 ay. Qal burada özünə iş tap. Amma mən istədiyim o 1 il 6 ay bitəndən sonra uzatmırlar sizin oturumunuzu mütləq etməlisiniz. Yəni burada da yetər qədər vakansiyalar o qədər çoxdur ki, yəni mümkün deyil bir tələbənin 1 il 6 ay boyunca işsiz qalması. Qismət olsun təhsil almağa, əgər ki Almaniya düşünən varsa, qismət olsun gələrsiz, özünüz şahidi olacaqsınız. Yəni hamı bu dəqiqə işləyir. Hamı, bütün tələbələr kim ki qutarıb İstənilən yerə internshiplə başlayırlar tələbələr 2-3 aylıq könüllü proqramlarla. Daha sonra da imtahan verib qalırlar şirkətlərdə. Hal-hazırda da Almaniyada iqtisadi və mühəndislik yönündə dəhşət çox boşluq var. Bir də tibb sahəsi üzrə. Almaniyadakı belə deyim, proseslərdən biri, şərtlərdən biri daha doğrusu, sizin bank hesabınızın olmasıdır. Yəni ki, səfiri baxır ki, Almaniyada bu arada onu da qeyd edeyim ki, təhsil haqqları ilə bağlı Almaniyada dövlət universitetləri tamamilə ödənişsizdir. Sadəcə semestr fee olur 200 evro, 250 evro belə ödəyirsiniz. O da ki, niyə? Kitabxanadan istifadə edirsiniz, universitetin idman zalından istifadə edirsiniz ödənişsiz şəkildə. Buna görə də siz pul verməlisiniz. Bunu səfirlik tələb edir. Bu bank sənədi ilə qəyyumluq sənədini mütləq səfirlik istəyir. Yəni səfirlik ona görə istəyir ki, görək siz Almaniyaya gələndə yaşam xərcinizi necə qarşılayacaqsınız? Təqaüdmü var? Kimsə sizə sponsormu olub, yoxsa özünüzün bank hesabı var? Bu bank hesabı, əgər kim ki bank hesabı göstərəcəksə, 12.000 evrodur. Amma belə deyək ki, qəyyumluq da o halda olur ki, məsələn, sizin əgər ki, burada Almaniyada kim ki, qohumunuz, tanışınız, heç fərqi yoxdur, yəni yaxınlıq əlaqəsinin, burada işləyən adam olmalıdır mütləq, Ausbildung eləməli deyil, mütləq rəsmi iş yeri olmalıdır və rəsmi gəliri olmalıdır. Belə olan halda həmin şəxs sizə qaranti dura bilər, yəni sponsorship letter deyirlər də, qəyyumluq. Onu sizə göndərə bilər ki, sizin yaşam xərclərinizi həmin adam qarşılayacaq. Belə olan halda, yəni bank hesabı göstərməyə ehtiyac yoxdur. Bu ikisindən biri mütləq olmalıdır. Ümumiyyətlə, Ausbildung haqqında bilmirəm kimin məlumatı var, kimin yoxdur. Onsuz da təlimi sonda söhbət eləyəcəyik ümumi olaraq. Ausbildung proqramı Almaniyada peşə təhsilidir. Yəni ki, belə deyim, siz əgər bitirmisinizsə 11-ci sinif attesatınız varsa, bu arada 9-dan qəbul eləmirlər. Kimi ki, bəlkə qohumu falan olar. 9-cu sinif şəhadətnaməsinə qəbul eləmirlər. Mütləq 11-ci sinif şəhadətnaməsi olmalıdır. Diplomu da varsa, təbii ki, daha çox üstünlükdür. Ausbildung Almaniyada peşə təhsilidir. Həm siz təhsil alırsınız, həm də işləyirsiniz. Deyək ki, siz gəlmişsiniz turizm sahəsi üzrə və alman dili şərtdir. Minimal olaraq B1, B2 səviyyədə alman dili tələb olunur. Deyək ki, siz gəlmişsiniz, burada həm işləyib maaş alırsınız 1100 evro civarı. Həm də ki, çox üzr istəyirəm. Siz burada 1100 evro maaş alırsınız.
Həmçinin də məktəbə gedirsiniz, təhsil alırsınız. Yəni həftədə 2 dəfə, bəzən 3 dəfə məktəbə gedirsiniz, qalan günlərdə şirkətə. Ə, və ayın da sonunda maaşlar da dəyişir ixtisasa görə, şirkətə görə. 900 evrodan başlayır 1300-ə qədər dəyişə bilər. Ə, Peşə təhsilini də bitirdikdən sonra onu da qeyd edeyim ki, siz qalıb Almaniyada diplom əldə edirsiniz, beynəlxalq diplomda. Hətta mənim Ausbildung üzrə gedən tələbələrim var ki, hal-hazırda başqa ölkələrdə işləyir. Biri Norveçdə işləyir, biri Dubayda işləyir, logistik sahə üzrə bitiriblər. Məsələn, bizim keçən çox qəbullarımız gəldi, büro menecmenti üzrə, ofis idarə etməsi üzrə, yəni. Yaxşı ixtisaslar çoxdur, sadəcə yaxşı alman dili tələb edirlər. Yəni necə? Məsələn, finansda, daha sonra bank kaufman var ki, bank sahəsi üzrə. Yəni belə sahələr var ki, onlar artıq B2 C1 səviyyəsində alman dili istəyirlər, amma nisbətən B1 səviyyəsinə artıq xidmət sektorları aid olur. Bir də tibb sahəsindən də Ausbildungda diş həkimi assistentliyi var. O üzrə təhsil ala bilərsiniz. MFA var, o da yəni bir qoludur tibbin. Yəni bir neçə qollar var ki, tibb sahəsi üzrə də bu şəkildə davam etmək mümkündür. Bir də hal-hazırdakı aktiv proqramlar haqqında istəyirəm məlumat verim sizə. Hal-hazırda İtaliya təqaüdü açıqdır. IELTS 6-5 ilə qəbul edirlər, amma ortalama balınız 80 plus olmalıdır və 7500 evro təqaüd verirlər illik. 2 il ərzində. Məsləhət görürəm ki, ona başvuru edin, çünki hazırda çox rahat qəbul edirlər İtaliya təqaüdünə. Yəni dediyim kimi, bu iki göstəricilər varsa, rahat müraciət edə bilərsiniz. Yəni qəbul gəlmə şansı çoxdur. Yəni ümumi olaraq istəyirəm suallara keçək. Əgər ki sualınız varsa, yəni mən suallar üzərindən davam edeyim. Mənim bir sualım var. Aha. Mən fərqli bir şirkətdə telefon dizayneri kimi işdə işləmək istəyirəm. Bunun üçün hansı kursu seçməliyəm? Nə kimi üzr istəyirəm? Telefon dizaynında. Müxtəlif şirkətlərdə fərqi yox. Siz o zaman IT sahəsini seçə bilərsiniz. IT-ni bitirdikdən sonra artıq istənilən şirkətdə müəyyən vakansiyalar üzrə müraciət edə bilərsiniz. Amma dediyiniz vakansiyalar IT sahəsi üzrə olur. Salam, mən 10-cu sinifəm və 4-cü qrupam ingilis dilimdə yaxşıdır. İndi dilimi hazırlaşıram, amma çox istəyirəm ki, xaricdə imtahan verim. Öz biliyimi oxumaq istəyirəm, yəni təqaüdlü istərdim. Mənə biraz məsləhət verərsinizmi bu haqda? Məsləhət görürəm ki, 11-ci sinifin hardasa mən istədiyim sentyabr, oktyabrına qədər, hələ ki, yəni rahat vaxt var da, 7-8 ay var. Sentyabr, oktyabra qədər siz IELTS alın. Ondan sonra digər ölkələrə təqaüd proqramlarına müraciət etmək olar. Flex proqram açığı bu haqda yəni göndərməmişəm deyə siz bunu internetdən daha dəqiq baxarsınız. Genəldə məktəblər daha çox məlumatlıdır bu Flex proqramı haqqında. Amma dini bilirəm, maraqlıdır, amma orta təhsili bilmirəm, pisdir, yaxşıdır. Nərmin Bağırova xanım, siz bakalavr soruşursunuz, yoxsa magistr? Onu yazarsınız zəhmət olmasa. Hər bir halda Almaniyanın təhsili digər ölkələrə nisbətən daha güclüdür və Alman pasportu dünyada ikinci güclü pasportlardan biridir. Burada da bitirəndə də Alman hökuməti sizə icazə verir ki, siz burada qalasınız. Alman dilini öyrənmək orada nə üçün lazımdır tam olaraq? Baxır, siz nə üzrə gəlirsiniz də Şah Abbas bəy. Siz Ausbildungla gəlirsinizsə, bu şərtdir deyə Alman dilini öyrənməlisiniz. Məndə sertifikatlar çoxdur, bu gələcəkdə xeyirdirmi mənim üçün? Bəli. Bəli. Bəs təqaüd hər halda verilirmi, yoxsa imtahanın müvafiq balına əsasən verilirmi? Çox üzr istəyirəm.
Çox üzr istəyirəm. Təqaüd hər bir halda verilirmi? İmtahanın müvəffəq balına əsasən. Ümumiyyətlə, təqaüddə imtahan olmur. Yəni, sizin göstəricilərinizə uyğun verilir. Amerika üçün Flex proqramı ona aydınlıq gətirdim. Salam, müdafiə etməmiş getmək olarmı magistraturaya? Ə, Bəli, yəni o sizdən asılıdır da. Adam var diplom müdafiəsi seçir, adam var dövlət imtahanı. Yəni onun aidiyyatı yoxdur. Xarici universitet oxumaq üçün daha yaxşıdır, yoxsa təkcə magistr oxumaq? Magistr oxuyanda da universitet oxuyursunuz da, fərqi yoxdur. İstəyirsiniz bakalavr oxuyun, istəyirsiniz magistr. Hər bir halda, yəni hər ikisi də yaxşı haldır ki, siz təhsil alasınız. Bir də bilirsiniz necədir? Bəzən baxır tələbənin büdcəsinə, tələbənin göstəricinə. Əgər siz hal-hazırda bakalavr təhsili alırsınızsa, siz magistri davam edə bilərsiniz. Yəni bakalavr təhsili alanlar hətta ikinci dəfə də gəlib Avropada bakalavr təhsili ala bilərlər. Bakalavr təhsilim iqtisadiyyatdır. Xaricdə də bu fakültə üzrə təhsil alacaqsınız. Bəli, Aydan xanım. Bakalavr ixtisasınız nədirsə, ona uyğun oxşar ixtisaslara müraciət edirlər. Yəni bakalavr iqtisadiyyat üzrə bitirən adam durub mühəndisliyə dəyişə bilməz. Dəyişə bilər o halda ki, magistr üzrə yox, ikinci bakalavr üzrə gələ bilər. Salam, mən aksiyaya gəlmək istəyirəm və iki uşağım. Hara gəlmək istəyirsiniz? Aksiya bir dənə zəhmət olmasa aydın yazar sizə. Hər hansı bir mövzu haqqında bilmək özümüz üçün yaxşıdır ki, hər yerdən az da olsa məlumatımız. Sertifikatın olması Nərmin xanım, onu göstərir ki, siz təqaüd proqramlarına, müraciətlərdə çox üstünlük qazanırsınız. Yəni, ölkə baxmır da, siz hansı mövzu ilə bağlı məlumatlısınız, yəni təqaüd proqramına müraciət edirsinizsə, onu yəni sənədlərdə admission office baxmır ki, hə siz filan mövzu haqqında məlumatlısınız. Yəni sertifikatlar təbii ki, üstünlükdür və o göstəricidir də. Diplomu tanıtdırdıqdan sonra bəli. Mən bakalavr 4-cü kurs tələbəsiyəm, ixtisasım isə. Bu arada səsli suallar da verə bilərsiniz. Yəni kim istəyir məni bölüb mikrofonu açıb sual verə bilər, bir-bir mən dinləməyə hazıram. Hazırda mən bakalavr 4-cü kurs tələbəsiyəm və ixtisasım 5 illikdir. 5-ci kurs yalnız praktikada olarkən gəlmək olmur. Almaniyada gəlmək istəyirəm. 2 uşağım da var, yaşamaq üçün necə edə bilərəm? Mən sizə məsləhət görürəm ki, Elnura xanım, siz alman dili öyrənin və Ausbildungla gəlin. Daha sonra da ailə birləşməsi ilə uşaqları yanınıza ala bilərsiniz. Bu halda gələn ailələrin çox olub. Uşaqlara da müəyyən qədər bank hesabı göstərirlər və ailə birləşməsində uşaqları yanına alırlar. Yəni, birinci özünüz gəlməlisiniz, sonra uşaqları gətirə bilərsiniz. Suallarınız varsa ala bilərəm. Səsli şəkildə. Və bundan sonra açılacaq təqaüd proqramları hal-hazırda İtaliya açıqdır. Sonra Stefan Banach açılacaq. Daha sonra Macarıstan təqaüdü artıq bitdi. Almaniya bitdi. Çexiyaya müraciət edə bilərsiniz. Finlandiyaya müraciət edə bilərsiniz. Yəni çoxdur təqaüd proqramları ta ki maya qədər açıq olur. Bir də bu arada onu da deyim ki, artıq bugündən etibarən Türkiyə burslarına da müraciətlər başlayıb. Ta ki fevralın 10-na qədər davam eləyəcək. 1 aylıq bir müddətdir və sadəcə 12 universitet seçə bilərsiniz. Ondan sonra da artıq bu burs sizin həm təhsil haqqınızı qarşılayır, həm ildə 2 dəfə gediş-dönüş biletinizi qarşılayır, sığortanızı, qalmağınızı, hamısını. Müəllimə Almaniya, Amerika haqqında. Bir dəqiqə, çox gəldi, bir dəqiqə. Amerika haqqında təhsil necə olur? Bəli, mütləq IELTS-dir. Viza təsdiqlənməsi neçə aya olur? Baxır hansı ölkəyə müraciət edirsiniz. Onu konkret bir şəkildə deyə bilməliyik axı. Nə qədər müddətdən sonra uşaqları apara bilərəm? 6 aydan sonra.
Müəllimə, Almaniyaya əvvəllər qaçqan kimi getməyə şimdi evinə qayıtda qaldım. Qaçqan kimi göndərmirəm deyə, yəni məlumatım yoxdur bu haqda. Yəni biz ancaq rəsmi yollarla göndəririk. Türkiyədə bakalavr bitiririk. Almaniyada magistr olmaq üçün IELTS lazımdır. Oğlum Electric Information Programmist üzrə bu il bitirir. Nə gözəl, maşallah olsun. Əlbəttə ki, magistr oxumaq üçün yox, IELTS lazım deyil, çünki onun artıq Avropa diplomu var. Bir də ki, yəni ingilis dilində təhsil alıb. Ona görə də, yəni ona IELTS lazım deyil. Birbaşa davam edə bilər. Oğlumun özəl bu gün qoşulanların əksəriyyəti valideynlərdir. Salam, oğlum özəl məktəbdə təhsil alır. İngilis dili B2, Alman dilini elementary 8-də oxuyur. Aha, əla. Təqaüd haqqında məlumat verən zəhmət olmasa. Siz hansı ölkəni nəzərdə tutursunuz, Nigar xanım? Almaniyada təqaüd proqramı, yoxsa istənilən Avropa ölkəsi? Onu yazın, zəhmət olmasa. Buyurun, Kosta. Əgər Almaniya istəyirsinizsə, ya gəlib mümin etməliyik təhsil üçün. Fikriniz Almaniya olsa sırf, indidən başlasın Alman dilinə. Gəlib 12-ci sinifi burada oxuyar. Ondan sonra da direkt universitetə başlayar. Bu daha rahat yoldur. Amma belə ümumi Avropa ölkəsi əgər sizin nəzərinizdədirsə, siz ancaq ingilis dili sertifikatı, yəni IELTS sertifikatı ilə də təhsil ala bilər. Yəni, amma sırf Almaniya nəzərdə tutsun, mütləq ingilis dilini dayandırıb Alman dilinə davam etsin. Uşaqları aparmaq üçün siz ancaq yoldaşınızdan Davernus deyirlər, etibarnamə onu almalısınız. Belə Davernus verirsə, yox, problem olmaz. Yəni, Ali Bir Aşmasına müraciət olunur. Siz ingilis dili müəlliməsiniz? Yox. İngilis müəlliməti müəllimə deyiləm. Nə edirdim? Siz özünüz gəlirsiniz, daha sonra da uşaqların da atası icazə verir və uşaqlar vizaya mütləq sizlə girməlidir. Ona görə də uşaqların viza prosedurunda siz burada olmalısınız. Mesajınıza baxdım. Yazmışsınız ki, viza nə qədər müddəti olur, neçə ay olur. Mən cavab verdim əslində ona ki, baxır neçə aydır. Üzr istəyirəm. Baxır hansı ölkədir. Almalıdır. İndi 8-də oxuyur. IELTS 11-ci sinifdə. İndidən tezdir, çünki IELTS-ın müddəti 2 ildir. İndidən hansı 2 ilə yekunlaşacaq. Mən 6-cı sinifdə oxuyur. İngilis dilini 2-ci səviyyəni öyrənib. Çox üzr istəyirəm, yanımda uşaqlar bəzən səsi gələ bilər. Salam, mənim oğlum 6-cı sinifdə oxuyur. İngilis dili 2-ci səviyyəni öyrənir. Əla. Proqramlaşdırma istəyir. Xaricdə hansı ölkəni məsləhət görərsiniz? Məktəbə əlaçılıqla bildirsə, bəli, yararlı olacaq. Bir də hansı olimpiyadadan əgər ki, mühəndislik üzrə istəyirsə, proqramlaşdırma üzrə istəyirsə, riyaziyyatı daha çox məsləhət görürəm. Çünki proqramlaşdırma da, IT-dir, yəni heç fərqi yoxdur, elektronikada, energetikada, bu kimi mühəndislik sahələrində riyaziyyat çox keçirilir. Hansı ölkədə təhsil almaq daha yaxşıdır? Estoniyanı məsləhət görürəm. Almaniyada Alman dilindədir hüquq təhsili. Bir də İtaliyanı məsləhət görürəm.
Bəs xaricdə təhsil üçün bizə nələr lazımdır? Şah Abbas bəy, bilmirəm, onda ola bilər siz gec qoşuldunuz. Mən bu Çox sağ olun. Ə, Biz bu haqda əslində danışdıq, bitirdik. Siz mənə təlimdən sonra yazın, mən sizə ümumi olaraq səs şəklində izah eləyərəm. Yəni birinci dil sertifikatı almalısınız, bundan başlamalıdır. Ortalama 80 plus oldu. Bəli, magistraturaya Almaniyada qəbul edilirlər. Bir də ixtisasınız nədir? İxtisasınızı deyin deyəcəm. Tibb üçün 100% Almaniya. Çünki məsələn İtaliya istəsəniz, İtaliyada İtalyan dili istəyirlər. Düz burada da Alman dili istəyirlər. Bir də tibb təhsili Türkiyədə daha yaxşıdır. Biraz qeyd olsun, təşəkkürlər. Hə, hiss elədim. Xoşdur, narahat olmayın. Yazın mənə, təlimdən sonra sizə səs atarım. Tibb üçün Türkiyəni daha çox məsləhət görürəm. Yəni ora çox güclü təhsil verir. Bir də elə Almaniyanın özünü. Ben dediğim kimi mən səsli şəkildə də sualları ala bilərəm. Yəni varsa heç bir biz çəkinməyin. Açın səsi. Bu, yəni belə deyim, bugünkü təlim deyil də daha çox söhbət kimi mən ümumiyyətlə yanaşıram belə şeylərə. Nə də sualınız olsa, Xədicə xanıma da mənə də yaza bilərsiniz. Birinci yoldaşım getsə, iş vizası ilə sonra mən getsəm magistra, bizə ailə birləşməsi necə olur? Veterinar, həkim, ixtisas. Sizdə uşaq ailə birləşməsi olmayacaq axı. Sizin yoldaşınız iş vizasına gedəcək, eee, işçi vizası, işçi oturumu alacaq. Sizin də özünüz ailə magistrla, yəni student viza olacaq sizdə. Məndə xarici dil ingilis dili idi. Almaniyaya getsəm, bəli. Aa, İngilis dili bilsəm, belə eləyə bilərsiniz ki, biz ancaq təhsil ala bilərsiniz. Educational science-dir, social education-dır, child education-dır. Yəni pedaqojiya yönümlü ixtisaslar maksimum olar, amma Alman dili olsa daha yaxşı olar. Mənim qızım 11-ci sinifdə oxuyur, tibbi nəzərdə tutub, əgər burada tibb qazana bilməsə, Türkiyə buradakı baldan tibbə attestatla da qəbul 21-2 universitet. Amma Türkiyədə tibb təhsil almaq istəyirsən, mütləq SAT-yə qoyun. E, Belə deyim də, bilirsiz necədir? Biriniz sırf uşağı Avropada oxutmaqdırsa, ə, yəni demək vaxt itirməyə ehtiyac yoxdur da. Uşağı ondan sonra yönəldin, SAT-yə getsin, hazırlaşsın. Yəni burada uşaq sual altında qalsa, sonra o müraciət edə bilməyəcək, bir də qalacaq növbəti ilə. Fakültəsi İtaliyada təqaüd necə qazanmalar, IELTS imtahanı vermək. İtalyan dili istəyirlər onlara. Yox, təqaüdü vermirlər hüququ. Çünki təqaüdü ancaq mühəndislik, bir də iqtisadi yönümlü ixtisaslara verirlər. Birinci onda mən də iş vizası ilə gedib, yeni işçi oturumunu təhsil oturumuna çevirmək biraz proseslə bağlı zaman alır, amma ola bilər. Bəs öz ölkəsinə qayıtsa diplom tanınacaq. Azərbaycanda Təhsil Keyfiyyət Agentliyi var, TİKA. Ora müraciət edirsiniz. 210 manatda, səhv bilmirəmsə, dövlət rüsumudur. Orada tanınma ilə bağlı müraciət edirsiniz. Bəli. Məktəbi bitirən necə gedə bilər xarici tibb təhsili üçün? Baxır hansı ölkəni istəyir. Almaniya istəyirsə gəlib burada oxumalıdır, C1 səviyyəsində alman dili ilə. Bəli, bəli. Londonda da 12 illik təhsil tələb edirlər və bakalavr üçün. Amma yəni magistrda istəyirsinizsə, orada çox yüksək olmalıdır ortalama balınız. Yaxında Londona səfərim olacaq. Oradakı universitetlərlə bağlı kontrakt üçün gedəcəm. Orada magistr imtahanla qəbul edilir. Orada harda? Bir dənə zəhmət olmasa yazanda ölkəni yazdım da. Salam, mənim uşaqlarımın biri judo, digər futbolla məşğuldur. Ya bakalavr diplomu ilə qəbul edirlər. Bakalavr diplomu, bir də transkript. Salam, mənim uşaqlarım biri judo.
Avropa, Amerikada təhsil almaq xeyri var. İdman sahəsi üzrə də sport menecer olaraq da yönələ bilərlər. Bəli, əlbəttə ki, xeyri var. Ümumiyyətlə müraciətlər zamanı tələbənin nə kimi sertifikatı, medalı, nə bilim, bakalavra gedənlərə olimpiyadakı nəticələri, bunların hər birini biz əvvəlcədən istəyirik tələbədən ki, qoy onları sistemə yükləyək, universitetə göndərək. Bəzi universitetlər hətta poçtla istəyirlər, poçtla göndəririk. Həm də görsən, məsəl üçün kimsə gəlir, mən direkt özüm göndərirəm buradan. Bir ay kim digərsin? İnşallah, inşallah, inşallah. Mütləq indidən dilə yönəldin. Çünki siz sağ olun, çox xoşdur. Hər şey birinci dildən başlayır, sonra da digər göstəricilər. IELTS-in də bayaq bir nəfər xanım soruşdu uşaqları ilə bağlı. IELTS-in də 2 illik keçərlilik dərəcəsi var və bu 2 il ərzində də sizinlə necə əlaqə saxlaya bilərəm. Xəcə xanıma deyərsiniz, yönətsin. Elə ehtimal mən öz səhifələrimi bir də nömrəmi də yazdım. Mən yazıram. Birincisi mənim Instagram. Var mənim səhifələrim və mənim nömrəmdir. Yəni nə zaman nə sualınız olsun, mən yazıb suallarınızı verə bilərsiniz. Başqa suallarınız varsa, yəni ala bilərəm. SAT-yə bir ilə tam hazırlaşmaq olurmu? SAT-yə olar, niyə də yox? Yəni çətin bir şey deyil. Düz biraz tələbələrin qavramasından çox şey asılıdır. Amma yəni sizdən asılıdır, mən dəqiq bir şey deyə bilmərəm. Dil kursuna yazılmaq istəyən istəyirəm ingilis, rus dili. Bunu siz gedəcəyiniz kursda müəllimələrdən soruşun. Çünki dilin necə asanlıq, hər hansı bir metodu var, hər hansı bir öyrənmə üsulu var. Dildə rahatdır, SAT. SAT-də də ancaq riyaziyyatdır, verbal hissə var. Bilirsiniz necədir? Bu imtahanlar da, sertifikatlar da bu tələbəyə görə dəyişir. Mən də durub sizə desəm ki, hə, din çətindir, SAT rahatdır və yaxud da SAT çətindir, din rahatdır. Yəni yalançı olaram bu ilə bağlı. Hər adamın özünə görə, hər tələbənin özünə görə seçimidir, düşüncəsidir. İstəyirsiniz siz ən azından bir ay yarım gedin SAT-yə. Bir baxın görün sizin üçün hansı daha çox sərf eləyir. Yəni qərar olaraq özünüz verin. Rus dilini öyrənməyə dəyər, nə kimi faydaları var Azərbaycanda? Avropada təhsil almaq istəyirsə heç bir. Yəni rus dili heç bir halda göstərici deyil. Təhsil almaq istəyirsə öyrənirsiniz rus dilini. Bir dənə Azərbaycanda da hamı rusca danışır. Hə, biraz Almaniyada Ukraynalılar falan çox gəldi. Belə gündəlik işlədirlər, bəzən küçədə zad da eşidirsən, belə yoxsa. Əgər xarici təhsil almağı seçsəydim mən, SAT-yə hazırlaşardım, dimdən vaxt itirməzdim. Yox, verilmir. Təqaüd verilmir, orada yox. Hüquq kimi ali ixtisaslara hər təqaüd proqramı öz, necə deyim, listəsinə salmır. Ancaq mühəndislik, iqtisadi yönümlü və bəzən də pedaqoji. Bir dənə hamı çıxmamışdan kiçik bir video çəkmək istəyirəm. Hava çox bugün. Özüm Azərbaycanda, bir də İspaniyada. Mənim bir il yarım vaxtım var praktikamı bitirməyə. Bunun üçün ingilis dili və alman dilinə paralel başlamalıyam. Alman dilinə əgər magistr oxumaq istəyirsinizsə, praktikadan gedir söhbət. Yəqin ki, bakalavrsınız. Əgər ki, alman dilini
Yəni ehtiyac yoxdur da. Sizə məsləhət görürəm ki, birinci IELTS alın. Qoyun əlinizdə qalsın IELTS. Sonra proseslər zamanı, vizanı gözləyən vaxtı, ümumiyyətlə işlərə başlayanda, başvurulara başlayanda, hə, onda alman dilindən başlayın. Ki, burada işlərə müraciət eləyəndə və yaxud da küçədə danışanda yaşam üçün, hə, onda müəyyən qədər alman dili biləsiniz. Onu hər saatda paylaşmırlar. Yəni necə? Məsələn, təqaüd proqramı açıqlanır. Ondan sonra da onlar özləri yazırlar ki, məsəl üçün falan ixtisaslar. Onu mən əvvəlcədən deyə bilmirəm. Yəni bu il üçün hələ ki açıqlanmayıb. IELTS-in müddəti 2 il olur. Keçərliliyi 2 ildir yəni. Hal-hazırda da dediyim kimi İtaliya ilə Türkiyə açıqdır. 4-cü kursda oxuyan tələbələr müraciət edə bilərsiniz. Çünki hal-hazırda indi müraciət etsəniz, oktyabrda başlayıb oxuyacaqsınız. Çox sağ olun. Xoşdur. Mən nə qədər kursa getməliyəm ki, IELTS ala bilim? Bu sizdən asılıdır. Məsələn, adam tanıyıram ki, 5 aya alıb, adam tanıyıram ki, 6 aya alıb. Yəni adam bilirəm ki, 2 ilə alıb. Sizdən asılıdır. Almaniyada ancaq oxuya bilərsiniz. Peşə təhsilini, bunun üçün də mütləq alman dili. Qısa məlumat verərsiniz, necə oxuya bilərik onu. IELTS dərsləri, yəni Almaniya, üzr istəyirəm, Bakıda çoxdur kurslar. İstəsəniz mən yazın yönəldərəm. Şəxsən özümün getdib hazırlaşdığım kurs var ki, mən yönəldə bilərəm sizə. Yəni çox məsuliyyətli müəllimələr var. Ora gedə bilərsiniz. Azərbaycanda könüllüklərə qoşulmaq üçün istənilən könüllük avantajlı yoxsa ancaq böyük əlində F1 kod kimi. Yəni əslində istənilən könüllülük avantajdır, amma mən sizə daha çox məsləhət görürəm beynəlxalq könüllülük proqramları. İndi bura yazacağam. Necə.org. Bu sayta baxarsınız. Burada beynəlxalq könüllülük proqramlar var. Bilirsiniz nəyə məsləhət görürəm? Burada 2 həftəlik, 1 aylıq, 2 aylıq könüllülük proqramları olur Avropa üzrə. Bura müraciət eləyin, yayda gəlin. Gəlin, burada müəyyən təlimlər var, qoşulursunuz ona. Düz çox pul vermirlər, sadəcə cib xərcliyi verirlər, 200 evro falan da belə. Çox vermirlər. Amma yəni çox böyük üstünlüyü var. Hətta mən sizə deyim, Azərbaycandakı normal getdiyiniz könüllüklərdən qat-qat yüksəkdir. Başvuru edirəm, amma cavab gəlmir. Nəyə başvuru edirsiniz? Könüllüklərə, hə? Çox eləyin, dayanmadan eləyin. Çünki hər yerdən rəqabət çoxdur, hər yerdən müraciət var ona görə. Əvvəllər Azərbaycanda könüllük proqramları həqiqətən bu qədər çox deyildi. Maşallah var. Yəni Xəcə xanım, elə şeylər Xəcə xanımdan soruşun könüllüklə bağlı. Başqa suallarınız varsa ala bilərəm. Əlavə məlumatlar üçün çox sağ olun. Çox xoşdur. Burada ümumiyyətlə tələbələrin əksəriyyəti bakalavrdır. Yəni necə? Ümumiyyətlə magistr olan var və yaxud da 4-cü kurs olan var. Mən əsas bu dəqiqə ən birinci tövsiyəm 4-cü kurslarıdır. Alsu xanım, zəhmət olmasa mikrofonu bağlaya bilərsiniz. Çox xahiş edirəm. Burada əsasən demək istədiyim odur ki, 4-cü kurslar çox tez tərpənin, vaxtında qərar verin, xüsusən də oğlanlar. Səhər bir gün görəcəksiniz ki, bankomatdan çağırış gəlib, magistrınız da əldən çıxır. Ona görə də hər şey proseslərə əvvəldən başlayın ki, sizin qəbul məktubunuzun gəlməsi ümumiyyətlə bayağı bir vaxt çəkir də. Ona görə də mütləq qərarınızı vaxtında verin. Universitet. Baxır ixtisasınıza. Məsələn,
Belə deyim də, indi söz gedirək. IT-də magistr nə lazımdır ki, bacarığın oldu. Çox eşidirəm də bunu. Bacarığın oldu, heç magistr lazım deyil. Ümumiyyətlə magistri məsləhət görürəm əlbəttə. Çox. Çünki səhər bu gün siz işləyəndə maaş artımında da çox qabağa düşəcəksiniz. Diplomunuzun olması sizi digər işçidən daha çox fərqləndirəcək. Yəni hər bir halda təbii ki, üstünlükdür. Tarix və coğrafiya müəllimliyi hazırda 5-ci kursam. Lap gözəl. Müəllim olacaqsınızsa da, akademik karyera davam eləyəcəksinizsə də, onu deyim ki, yəni magistrla yetinməyəcək. Universitet deyəcək ki, doktoranturaya da ver. Baş müəllim və yaxud da professor olmaq istəyirsən, mütləq sizə şərt qoyacaqlar ki, ya doktoranturaya ver, ya da dayandıraq. Yəni akademik karyeraya davam eləyənlər axıra kimi eləməlidirlər. Yəni siz sadəcə magistrla prosta baş müəllim, heç baş müəllim də yox, adi müəllim olaraq qalacaqsınız. Mm-mm. Yox. Çünki müəllim olmaq istəmirəm, sadəcə magistrda. Siz pedaqoji ixtisas üzrə oxuyursunuz, yəni siz ixtisası dəyişmək istəyirsə, onda gərək ikinci bakalavr oxuyasınız. Bilmirsiniz, universitetdə ortalama az olanda fənlərdən yenidən imtahan verib ortalamanı artıra bilərik. Səhv bilmirəmsə olurdu, amma yenə də universitetlərin qaydalarına görə dəyişir. Siz onu tutorunuzdan danışın, o sizə deyəcək. Heç bir ölkəyə. 6-cı kursda kimi gəlin, ondan sonra gəlib rezidentur olaraq Türkiyədə, başqa ölkələrdə davam edə bilərsiniz. Bəli, bəli, ola bilirsiniz, Səriyə xanım. Mən sadəcə bakalavr bitirmişəm, universitetdə çalışa bilərəmmi, sonra işləyərək magistr oldum. Siz onu universitetinizdən soruşun. Yəni magistr şərt qoyurlarsa, əgər vakansiya varsa götürərlər də hər halda. O sizin büdcənizə görə dəyişir, Elvin bəy. Məsələn, mən sizə konkret ölkə deyə bilmərəm ki, hə, gedin Polşadan başlayın, vaxtı nə bilim, İtaliyadan başlayın, vaxtı nə bilim, Çexiyadan başlayın. Bu sizin büdcənizə görə dəyişir. Məsələn, okey, Almaniyada təhsil edərsiniz, amma bank hesabı məsələsi var burada. Başqa ölkələrdə də həm bank hesabı var, həm də illik təhsil haqqı var. Bu sizə görə dəyişir. Yəni, məsələn, ölkə var ki, illik təhsil haqqı 5000 evrodan başlayır. Dövlət universitetlərindən gedir söhbət. Büdcəmizə görə dəyişir. Konkret bir ölkə məsləhət görə bilməyəcəm. Siz birinci universiteti seçin ki, yaşamaqla bağlı da aşağı-yuxarı Avropanın əksəriyyət yerlərində hə də avro ilə keçərlidir. Sadəcə yaşam xərcləri, fərqlilikləri var. Yəni bu dəqiqə heç bir ölkədən ucuzdur və yaxud da bahadır deyə geri qalmır. Hə, biraz İsveç, Norveç onlar çox bahadır, çox bahadır. Bir tələbə üçün ora getməyə onsuz məsləhət görmürəm, təqaüd yoxdursa əgər. Yəni əgər orta stabil gəlir varsa ailənin, o ölkələr yəni aşırı bahadır. Belə Macaristana gələ bilərsiniz. Tələbələr üçün çox qəşəngdir ora. Mən həmişə oranı məsləhət görürəm. Oradır, Belçikadır, Çexiyadır. Çox məsləhət görürəm. Kənar gələnlər arasından bağlı soruşdum. Yəqin rasizmi deyirsiniz. Biraz hazırda eşitdiyim qədərilə biraz Polşada vəziyyət yaxşı deyil. Ora məsləhət görmürəm. Ümumiyyətlə Polşanın heç bir tələbəyə məsləhət görmürəm mən. Və təsəvvür edin artıq 2 il yarımdan çoxdur ki, mən Polşa götürmürəm. Sırf viza məsələlərinə görə.
Ancaq təqaüd proqramları xaricdə oxuyanda illik ödəməlik təqaüdlüsü olmur. Rakam, yəqin ki, siz də gec qoşuldunuz. Olur. Təqaüd haqqında bayaq danışdıq. Təqaüdlüsü olur. Sizin göstəricinizi və getmək istədiyiniz ölkəyə görə dəyişir. Keçən gün bir tələbəmiz gəlib məni görməyə. İtaliyada keçən gün göndərmişdi. Siena Universitetində təhsil alır İtaliya təqaüdü ilə. Bayaq da demək ki, 7500 evro ilə Mənim səsim gəlir sizə? Açarsınız olacaq. Hə, məndə də atdı, amma bilmirəm niyə. Sizə səs getdi məndə. Hə, vəsə, şükür. Suallara davam edə bilərək, bilmirəm niyəsə atdı Zoom. Əgər suallarınız yoxdursa, düşünürəm ki, çox vaxtınızı almayım. Amma suallarınız varsa da, yəni mən boş vaxtım var, verə bilərsiniz rahat, buradayam. Yoxdursa da artıq yekunlaşdıraq. Çox xoşdur. Mən təşəkkür edirəm qoşulduğunuz üçün. Çox həqiqətən məmnunam ki, bu qədər qoşulan adam, bilmirəm neçə nəfər var, Xədicə xanım daha yaxşı bilər. Bu qədər qoşulmaq istəyən adam nələrsə öyrənmək istəyir, öz gələcəyi üçün kiçik də olsa bir şeylər eləmək istəyir. Sizin bu dəqiqə bu düşüncənizlə bura qoşulmağınız belə də çox yaxşı bir şeydir. Dayanmayın qətiyyən. Heç 30 nəfər maşallah. Dayanmayın qətiyyən, heç kimə qulaq asmayın. Qətiyyən o qədər miflər deyəcəklər sizə. Ay filan ölkədə filan cürədir, filan ölkədə belədir, Behman ölkədə müharibə olacaq, filan ölkədə filan şey olacaq. Heç kimə qulaq asmayın. Sakitcə başınızı sallayın, dil öyrənin, özünüzü inkişaf elətdirin. Heç kimi, yəni qulağınızı yumun, bu şəkildə də dümdüz davam edin. Allah heç kimin əziyyətini itirmir. Yəni illa ki siz bəhrəsini görəcəksiniz. İnşallah da yaxşı olacaq. Mən o vaxtı özümdən kiçik bir nümunə verim. Bəlkə burada əksəriyyəti tələbələrdir. Biraz bəlkə motivasiya olar. Mənim də yaşım çox deyil. Aşağı yuxarı sizlə eyni yaşadıq. 26 yaşım var bu arada. Mən o vaxt universitetdə oxuyurdum. Təlimlərə gedirdim. Bu arada mən bölgə universitetində oxumuşam. Və universitetdə oxuyanda hamı deyirdi ki, işte təlimlərə getməyin nə mənası var? Onsuz sən kəndli kimi işləyirsən, nə kimi
Hə, nə mənası var və sair bu kimi geri dönüşlər çox gəlirdi. Ona görə də yəni mən heç kimə heç vaxt qulaq asmamışam. Çox üzr istəyirəm. Çox üzrlüsən. Hə, o qədər lağ eləyirdilər, o qədər nəsə deyirdilər, həmişə atmaca atırdılar. Yəni mən heç vaxt vecimə olmayıb da və müəyyən müddət IELTS-ə hazırlaşdım mən də. Sonra uje gəldim, xarici təhsil aldım. Sonra qayıtdım Azərbaycanda nə qədər tələbələrlə işlədim və bu mənim üçün o qədər yaxşı bir yol oldu ki, indi bu dəqiqə həqiqətən də o lağ eləyənlər, nələrsə atmaca eləyənlər hardadır? Biz hardayıq. Yəni mənlə bağlı, mənlə bir yerdə bir neçə nəfər həqiqətən orada olan tələbələr var idi ki, mənim dost tanışlarımla. Biz bu dəqiqə hansı yerdəyik, yaxşı yerdə, onlar hardadılar. Yəni arada çox böyük fərq olur. Sınıfda oxuyan uşaqlarla ay uşaqlar nadicdirlər. Onlar qulaq asmırlar, axı necə eləyim? Amma valideynlər təbii ki, hər zaman mənə yazıb nəsə bir tövsiyə ala bilərlər. Nə deyir, özüm nə istəyirəm deyə. İnanırsınız, mən heç vaxt vecimə olmayıb da, yəni mən həmişə o vaxt deyirdim ki, universitetdə oxuyanda və dediyim kimi bölgə universitetində oxumuşam, Bakıda da oxumamışam heç. Deyirdim ki, mən heç vecimə deyilsən, edirsən, mənim özümün şirkətim olacaq, özüm təhsil alıb gedəcəm, sonra da Avropada yaşayacağam. Yəni hamı gülürdü də, amma bu dəqiqə yəni yenə də deyirəm, onlar hardadır, biz hardayıq. İnşallah ki, hər birimizin yolu uğurlu olar, heç kimə qətiyyən qulaq asmayın. Sadəcə inanın, ürəkdən inananda hər şey olur. Belə. Deyirəm artıq yekunlaşdıraq. Çox sağ olun, çox təşəkkür edirəm hər birinizə. Ə, düşünürəm ki, nələrsə qata bildim sizə də. Hacı xanım, artıq mən söndürüm, ya siz söndürəcəksiniz? Dəvətimizi qəbul edərək gəldiyiniz üçün sizə təşəkkür edirik. İştirakçıların da Sağ hər olun. birinə təşəkkür. Açar sözümüz Avropalıdır. Hə, Minnətdaram. tamam. Sağ olun, sağ olun.